Düşərgədə şəkərli diabetli uşaqların maarifləndirilməsi, onların sağlam həyat tərzinə təşviqi, həmçinin psixoloji dəstəklə təmin edilməsi işləri həyata keçirilib. Proqram çərçivəsində uşaqlar üçün müxtəlif maarifləndirici sessiyalar, əyləncəli tədbirlər və psixoloji müsahibələr təşkil edilib. Eyni zamanda onlara qidalanma qaydaları barədə məlumatlar verilib, valideynlərin maarifləndirilməsi üçün ayrıca təlimlər baş tutub. 2 günlük proqramın sonunda yekun tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aparatının rəhbəri Xavər Babayeva çıxışında layihənin əhəmiyyətindən danışıb, həmçinin Nazirlik tərəfindən diabetli uşaqlar üçün dövlət proqramı çərçivəsində görülən işlər barədə məlumat verib. Daha sonra layihənin təşkilatçılarından olan Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Murad Sevdimaliyev çıxış edib. Həkim endokrinoloq Azad Əkbərzadə isə çıxışında düşərgənin işində fəal iştirak edən tibbi işçilərinin əməyini yüksək qiymətləndirib. Tədbirdə düşərgənin fəaliyyətini əks etdirən videoşərh nümayiş etdirilib. Sonda layihədə iştirak edən həkimlərə təşəkkürnamələr, uşaqlara isə sertifikatlar təqdim olunub. Yekunda uşaqlar üçün xüsusi hazırlanmış tort kəsilib. Qeyd edək ki, layihə ilk dəfə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2023-cü ildə Naxçıvanda Ağbulaq İstirahət Mərkəzində həyata keçirilib. Diabet düşərgələri ümumiyyətlə bütün dünyada təşkil olunan çox ciddi bir tədbirdir. Bu tədbirdə əsas mahiyyət odur ki, uşaqların diabetlə davranması, uşaqların öz şəkərlərini idarə etməsi, şəxsi baxımının öyrənilməsi çox əhəmiyyətlidir. Amma bizim ölkəmizdə təşkil edilmiş bu tədbir dünyada aparılan tədbirlərdən, keçirilən tədbirlərdən biraz fərqlənir. Çünki biz burada işin içinə valideynləri də qatırıq. Uşaqlar burada həm hər şeyi yeyə biləcəklərini görürlər, hansı qayda ilə yeyə biləcəklərini, öz insulinlərini necə tətbiq edə biləcəklərini öyrənirlər. Eyni zamanda bu uşaqlara təqdim olunan həm dərman dəstəyi, həm şəkər ölçmək üçün olan aparatlar, bunlardan istifadə qaydaları göstərilmiş olur və bunun nəticəsində uşaqlar yeni dostluqlar qazanırlar və diabetin əslində tam bir xəstəlik deyildi, bir həyat tərzi olduğunu görmüş, yaşamış olurlar. Bu düşərgənin bizim uşaqlarımız üçün ən böyük əhəmiyyəti, yəni bu uşaqlar özlərinin burada tək olmadıqlarını hiss elədilər. Doktor komandamıza çox təşəkkür eləyirəm. Burada uşaqların çox maarifləndirici, məsələn, yedikləri qidalarla bağlı onların karbohidrat hesablamaları sayəsində doktorlar çox köməklik elədi. Bununla yanaşı təlimlər keçirildi, intellektual oyunlar keçirildi. Ümumiyyətlə, 2 gündür biz buradayıq, uşaqlarla birlikdə, valideynlər də buradadır. Çox gözəl tədbir idi, çox gözəl düşərgə idi. Biz 2 gündür buradayıq. Mən burada oyunlar oynandı. Çox razı qaldım oyunlardan. Həkimlər bizə yaxşı qidalanmamız haqqında məlumat verdilər. Bir də ki, mən buradan digər diabetli uşaqlara demək istəyirəm ki, şəkərli diabet bir xəstəlik deyil, insanın həyat tərzidir. Yəni, onunla davam etmək lazımdır həyata. Burada biz psixoloqlarla danışdıq, maraqlı aktivitələr keçirdik, rəsm çəkdik, düşərgəmizə ad qoyduq, müəllimlərlə söhbət etdik, bir yerdə qramlarımızı hesabladıq. Çox əyləncəli keçirdilər, vaxtımızı çox sağ olsunlar. Rahim Əkramoğlu, Atabəy Səyyad, Elşad Eydirov, NTV Xəbər, Bakı.